Bunlar işığı icra hakimindən icazəsiz çəkiblər özləri. Çünki mənim obyektimə yaxın çəkiblər. Əyəmləri o vaxtı gəlib bu texniki pasportu verəndə, bunda bir çatışmamazlıq olsaydı, bu kupçanı mənə verməzdilər. Şirvan şəhər sakini Əlimran Heydarov bildirir ki, 2010-cu ildə həyətyanı sahəsində qeyri-yaşayış obyekti tikib və tikinti ilə bağlı bütün sənədləri qaydasındadır. Lakin iddiasına görə o, obyektinin tikdikdən sonra Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən obyektin yaxınlığından layihəsiz və icazəsiz şəkildə yüksək gərginlik kabeli çəkilib. Vətəndaş iddia edir ki, həmin vaxt Şirvan şəhər icra hakimiyyətindən heç bir razılıq alınmayıb və elektrik xətti qanunsuz şəkildə keçirilib. Nəticədə o, obyektinin sənədlərini tam rəsmiləşdirmək üçün aidiyyatı qurumlara müraciət etsə də, xəttin 8 metr yaxınlığından keçdiyi əsas gətirilərək sənəd verilməyib. Əlimran Heydarov məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət etdiyini, lakin cavab ala bilmədiyini bildirir. Onun sözlərinə görə qurum nümayəndələri problemin həlli üçün 5-6 min manat xərc çəkməli olduğunu bildirib. Şikayətçi məsələ ilə bağlı çıxış yolunu tapmadığını deyir və kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək köməklik göstərilməsini xahiş edir. Mən Heydarov Əlimran Məmmədxanoğlu müraciət edirəm prezidentimizə, Ali Baş Komandanımız İlham Əliyevə. Mən bu obyekti 2010-cu ildə tikmişəm. Bütün sənədlərim, kupçam, texniki pasportum, hər şeyim, torpağımın kupçası, hər şeyim var. Ona baxmayaraq sənədlərimi düzəldib bu obyektimə mən kupça ala bilmirəm. Neçə illərdir giric giriftar qalmışam. Cənab prezidentimiz də əmr eləyib ki, bütün sənədi olmayan obyektlərin hamısı sənədləşdirilsin. Mən ancaq bu obyektimə sənəd ala bilmirəm. Ona görə ki, Azərişıq buna imkan vermir. Mənə imkan vermir ki, mən bu obyekti sənədləşdirim. Mənə deyirlər ki, işıq sənin obyektə çox yaxından keçir. Çox yaxından keçir. Mənim bu sənətim əmrləri, qaydası, qanuna riayət eləmirsə, onda bu kupçanı mənə verməzdilər. Bunlar işığı icra hakimindən icazəsiz çəkiblər özləri. Çünki mənim obyektimə yaxın çəkiblər. Əyəmləri o vaxtı gəlib bu texniki pasportu verəndə, bunda bir çatışmamazlıq olsaydı, bu kupçanı mənə verməzdilər. İşıq baxardılar, deyərlər, işıq burada çox yaxından keçir. Ona görə sənə kupça verə bilmərəm. Bir neçə ildir biz burada yaşayandan sonra bu işıq çəkilib. Bu işığı da onlar yaqın ki, icra hakimindən icazəsiz çəkiblər. Ona görə də o bizim günahımız deyil. Xahiş edirəm ki, mənə köməklik eləyəsiniz. Deyirlər ki, çox yaxındır, işığı uzaqdan çəkilməlidir, onun hamısını sən öz boynuna götürməlisən. 5.000-6.000 də gedib Hasan xidmətə pul ödəməlisən ki, bəs bunun kupçası əmələ gəlsin. Biz də o vəsaitə gücümüz çatmır. Bəs müraciət eləmişsiniz Azərişığa? Azərişığa dəfələrlə mən özüm şəxsən ərizə yazmışam. Heç bir belə bir dəfən də cavab almamışam onlardan. Qalmışam indi mən imkansız. Cənab İlham Əliyev, mən sizə müraciət edirəm. Bizə köməklik edir. Bu sən özün demirsən ki, sərəncam vermirsən ki, bəs obyektlər hamısı sənədləşdirilsin. Mənim sənədlərimə baxan yoxdur. Mən çıxılmaz vəziyyətdə qalmışam. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Aydınoğlu ilə əlaqə saxladıq və mövzuya aydınlıq gətirməsini istədik. Lakin o sualımızı cavablandırmaq əvəzinə vətəndaşın Asan Kommunal Mərkəzinə müraciət etməsini tövsiyə etdi və digər suallarımıza münasibət bildirmədi. Mir Sahib Rahiloğlu, Muğan TV, Şirvan.